rəhbərliyin tələbələri olan səmimiyyəti, nadir, prestijli bir sahədə təhsil almaqdır. Dillər Universitetində oxumaq çox gözəldir, erməni dili ixtisasıdır. ADUD-u oxumağın ən böyük üstünlüyü Dillər Universitetinin tərcümə fakültəsində öndə olmaq istəyirsinizsə, Salam, mən Rüstəmzadə Nigar. Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin 1-ci kurs tələbəsiyəm. Bu gün sizinlə bir yerdə Azərbaycan Dillər Universiteti barədə bəhs edəcəyik. Bu ixtisas haqqında sizə ən çox verilən sual nə olub? Mənim ixtisasım tərcümə ixtisasıdır, erməni dili ixtisasıdır. Ən çox niyə erməni dilini seçdiyim sualı verilir mənə. Burada da səbəb vətənimə xidmət eləməkdir. Həmişə belə deyirəm. Bu ixtisasda oxumaq sizi hansı cəhətdən inkişaf etdirir? Dillər Universitetində oxumaq bizə tək məsələn bir ixtisas üzrə irəliləməyimizi yox, bir neçə dil öyrənməyimizi təşkil edir və biz 2-ci kursun 1-ci semestrindən özümüzə yeni bir dil seçdik ki, biz hansı dili öyrənəcəyik? Biz qrupca ingilis dilini seçdik ki, erməni dili ilə yanaşı ingilis dilini də öyrənək və gələcəkdə daha peşəkar bir insana çevrilək. Məncə Dillər Universitetini seçmək sizi gələcəkdə karyeranızda daha üstünlük yaradır. Universitet məndə şəxsi inkişaf baxımından çox şey inkişaf elətdirdi. Məsələn, auditoriyalarda daha rahat danışmağı, özünü ifadə eləməyi, özünə inamlı olmağı, özgüvənli olmağı, universitetin bir sıra tədbirlərində xüsusi iştirak eləməyi və burada sənin əslən dəyərli olduğunu hiss elətdirir Dillər Universiteti. Dərslərdə öyrəndiklərinizin praktik faydasını hiss edirsinizmi? Bəli, dərslərdə öyrəndiklərimin praktiki faydasını hiss edirəm. Çünki bizə dərslərdə tək yazıb oxumağı yox, diskussiyaları da öyrədirlər və biz eyni anda tərcümə fakültəsi olaraq regionşünaslıq ixtisasının tələbələri ilə də diskussiya şəraitində dərslər keçirik. Bəli, xüsusi günlərdə, hansı ki, deyərdim sizə, Zəfər günündə, müstəqillik günlərində, dövlət əhəmiyyətli tədbirlərdə biz bu tədbirləri erməni dilinə çevirib o barədə tədbirlər təşkil edirik və burada öz ixtisasımızın böyük kurs tələbələri də və regionşünaslıq ixtisasının tələbələri də iştirak edirlər. Biz o tələbələrlə ayrıca açıq dərslər keçirdirik. O dərslərdə erməni dilində danışırıq, bir-birimizdən diskussiyalar aparırıq və bu bizim praktiki cəhətdən dili inkişaf elətdirməyimizə səbəb olur. Çünki bir dili sadəcə yazıb oxumaqla yox, eyni anda danışmaqla öyrənmək daha gözəl və məntiqə uyğun alınır. Universitetinizdə nəyi dəyişmək istəyərdiniz? Mən universitetimizdə şəraiti daha çox dəyişmək istəyərdim. Yəni düzdür, universitet ortamı yaxşıdır, normaldır, amma daha yüksək səviyyəyə gətirilə bilər mənim fikrimcə. Son olaraq bizə və abituriyentlərə nə demək istəyərdin? Sizə və abituriyentlərə onu demək istəyərdim ki, dərslərinizdə daha məsuliyyətli olun, seçimlərinizi özünüz edin. Bilin ki, siz harda olmaq istəyirsiniz, siz hardasınız, onu seçin. Kimisə baskısı altında qalaraq heç bir ixtisası seçməyin. Xoşbəxt olduğunuz yerdə olun.